İstehsal prosesində zay olan xam malın dəyərinin vergi tutulan gəlirlərə aid edilib-edilməməsi sahibkarların tez-tez qarşılaşdığı vergi mövzularındandır. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün gəlir və xərclərin uçotu Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli fərmanı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Bu qaydaların 5.4-cü bəndinə əsasən istehsal zamanı zay olmuş məhsullarla bağlı məhsul şəxs tərəfindən zay məhsullara dair akt tərtib olunmalıdır. Qeyd etmək lazımdır ki, bu akt ciddi hesabat blankı sayılmır və müəssisə tərəfindən kağız və ya elektron formada sərbəst şəkildə hazırlanaraq tərtib edilə bilər. Vergi Məcəlləsinin 108.5-ci maddəsinə görə müəyyən edilmiş təbii itki normaları daxilində baş verən zay olmalar və əskik gəlmələr vergi tutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir. Nəticə etibarilə, əgər istehsal prosesində itkilər norma çərçivəsində baş verirsə, bu məbləğlər xərc kimi nəzərə alınır. Lakin istehsala buraxılmayan və zay hesab edilən xammal düzgün sənədləşdirildiyi halda, onun dəyəri nə vergi tutulan gəlirə, nə də gəlirdən çıxılan xərclərə aid edilmir.